İyulun 1-dən etibarən Bakı Kart kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişdiriləcək. Dəqiq ekspert yazır ki, bu barədə Qafqazinfoya Bakı Kartdan məlumat verilib. Bildirilib ki, Bakı Kart kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və ötən müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib. Bu dövr ərzində kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb. Son illər ərzində ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanları əhəmiyyətli dərəcədə genişləndirilib. Sərnişinlər hazırda Bakı Kart kartları ilə yanaşı, NFC texnologiyası vasitəsilə bank kartları, mobil cihazlar və QR kod üzərindən də ödəniş həyata keçirə bilirlər. Qeyd edək ki, kartın balansı və gediş haxları ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur. Dəyişiklik yalnız yeni əldə edilən Bakı Kart kartlarının satış qiymətinə aiddir.